Yeni bir bomba videoları salmıram. Bu günləri dünyada ən çox tank olan ölkələrə baxacağıq. Əgər videoya like atıb kanala abunə olursa, ondan sonra keçək videomuza. Gördüyünüz kimi 50-ci yerdən, axırıncı yerdən United Kingdom, yəni Birləşmiş Krallıq başlayır. 227, Peru 240, Afrika 252 dənə. Balaca ölkələr nəsə çox olur, tanklar elə bil. Sonra Braziliya. Braziliyada 294. Ərazisinə görə həqiqətən çox azdır. Almaniyada əhalisinə görə də azdır. İspaniya, Bangladeş 320 dənə. Romaniya ilə ilk 40-a gəldik, çatdıq. Nigeriya həm əhalisinə həm ərazisinə görə çox azdır. İndoneziya 331 dənə necə ola bilər? Əhalisi həqiqətən çoxdur, amma tankı nəsə azdır. Özbəkistanki belə ondan çoxdur yəni. Argentina 342, Qazaxıstan gəlir 350 ilə. Vay, Birləşmiş Ərəb Əmirlikləri olmalı 354 dənə var. Amma ərazisinə görə çoxdur onda. Suriya, Küveyt, Çili, Çin də ərazisi biraz yekədir, amma Monqolistan, bunun ərazisinə görə, əhalisinə görə azdır, amma tankda yəni çoxdur. Azərbaycan, yes, Azərbaycan. Əslində 920-dən, prosta nəsə savaşdan dolayı düşüb də. Yaponiya 521 dənə. Sonra Tayland, Polşa, Kambodiya, Türkmənistan. Siz ən çox hansı ölkədə ən çox tank olar, onu yorumlarda yazmağı unutmayın. Ərəbistan gəldi 840 tankla. Mərakeş. İlk varda 18-ə gəldik. İraqla mini keçdik. Ukrayna 1114. İsrail bu ərazisinə görə çoxdur tankı. Yunanistan'a da deyə bilərik. 1344 dənə. Yordaniya 1458. Əlcəzair, bu ərazisi böyükdür. İran 1713. İsrailin çoxdur tankı. Cənubi Koreya, Türkiyə, yanında Pakistan gəlir. Misir. 3-5-ə gəldik. 5-ci yer Hindistan. 4-cü yer Koreya, Şimali Koreya. 3-cü yer ABŞ. 2-ci yer Rusiya və 1-ci yer təxminlərinizi tez yazın və Çin gəldi. Əslində Rusiyadan çox. Amma nəsə indi Çin keçiblər. Rusiyada təxminən deyəsən 16.000 tank olmalıdır mənim fikrimcə, amma yəni 2026-cı ilin göstərişləridir. Ona görə də bir şey deyə bilmərik. Gələn videolar görüşərik. Videomuza like atıb kanalımıza da abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.